Azərbaycanda 2025-ci il barama istehsalı mövsümünə start verilib. Bu il dövlət tərəfindən kümçülərə 6000 qutu tut ipək qurdu toxumu paylanacaq. Son illər ölkəmizdə baramaçılığın inkişafı istiqamətində Lənkəranda da mühüm işlər görülür. Ötən il Lənkəran rayonunda kümçülərə 210 qutu barama qurdu verilib ki, bundan da 8 tondan artıq yaş barama əldə olunub. Bu il isə rayona bölgə əsasında nəzərdə tutulan 200 qutu barama toxumu gətirilərək 46 kümçü fermeri arasında paylanılıb. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən təlimatlar verilib. Kümçü kimi Kərgəlan ərazisində baramaçılıqla məşğul oluruq. Biz keçən il məhsulu 162 kiloqram məhsul əldə etmişik. Bu normaya görə çox yaxşı nəticədir. Bu nəticəni gözləyirik ki, bu ildə qəbul eləyək. Bu ildə bu istiqamətdə bütün işləri həyata keçirmişik, yerləri hazırlamışıq. 2018-25-ci illəri əhatə edən dövlət proqramına əsasən hər il Çin Xalq Respublikasından barama qurdlarının toxumları ölkəyə gətirilir və burada belə deyək ki, Qax-Damazlı İpəkçilik stansiyası və digər müəssisələrimizdə inkubasiyaya qoyulub, sonradan rayonlara, yəni bölgə əsasında kümçülərə paylanma məqsədi ilə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən rayonlara gətirilir. Güman eləyirəm ki, yəni kümçülərimiz də təcrübəli olduğundan bu ildə ötən illərdəki olduğu kimi planı artıqlaması ilə yerinə yetirəcək. Qeyd edək ki, ipək qurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.